İstəyərdim ki, ixtisasına uyğun olmayan dərsə keçilməsin ümumiyyətcə. Yəni mən məsələn IT üzrə oxuyuramsa, kimya mənə nəyə görə keçilir? Praktika daha çox önəmlidir. Yəni nə qədər də tədris planı yeniləsələr, praktikaya biraz önəm versələr daha yaxşı olar. Dərs vəsaitlərin içi dəyişməlidir, özünü dəyişsən bir fərqi yoxdur. Kimi təcrübəyə önəm verilməməsindən, kimi də ixtisas dərslərindən əlavə fənlərin keçirilməsindən narazıdır. Tələbələrin fikrincə, gələcəkdə daha peşəkar mütəxəssis kimi yetişmək və müasir beynəlxalq standartlara uyğun təhsil ala bilmək üçün tədris proqramında yeniliklər edilməlidir. Yeniliklər olmalıdır, özəlliklə də məsələn texnologiya barəsində, çünki bəzi universitetlər var ki, geridə qaldı bu barədə. Bəzi universitet imtahanlar hələ köhnə üsulu, yəni çek üsulu ilə, bilet üsulu ilə olur. Bunu dəyişdirmək olardı. Tələbələrin səsləndirdiyi fikirlər bir daha göstərir ki, mövcud qayda və proqramlar gənclərin gözləntilərinə tam cavab vermir. Təhsil ekspertləri də bu fikirdədir. Onlar bildirir ki, tədris proqramları dövrün tələbinə uyğun deyil, standartlıq yoxdur. İndinin özündə belə ali təhsil müəssisələrində 70-ci illərin, 90-cı illərin mühazirəsini yazdıran müəllimlər var. Bu çox acınacaqlı vəziyyətdir. Biz köhnə biliyi daşımaqla gələcəyə yaxşı sərmayə qoya bilmirik. Tədris proqramları daha çox köhnədir. Ümumiyyətlə, yeni orta məktəblərlə bağlı islahatlar aparılıb, müəyyən işlər görülüb. Amma bu gün universitetlərə müəllim qəbulu nöqsanlıdır. Tədris proqramları olduqca nöqsanlıdır. Dərsliklər, demək olar ki, elə ixtisaslar, elə fənlər var ki, dərslik yoxdur. Ancaq hardansa götürmə, mühazirələr falan vahid bir dərslik yoxdur. Bunlar təbii ki, yaxşı kadr yetişdirmək üçün müəyyən əngəllər yaradır. Ekspertlər çıxış yolunu təhsil islahatlarının aparılmasında görür. Çıxış yolundan söz düşmüşkən, Elm və Təhsil Naziri Emin Əmrullayev də Bakıda Paşa Holdingin təşkilatçılığı ilə keçirilən Inmerge İnnovasiya Samitində çıxışı zamanı bu barədə fikir səsləndirib. Nazir qeyd edib ki, Azərbaycan universitetlərində tədris proqramları mütləq yenilənməlidir. Onun sözlərinə görə, hazırki dərs proqramları çox vaxt köhnə biliklərə əsaslanır. Yəni, 30 il əvvəlki bilik əsasında hazırlanan məzmun növbəti 30 ilə yönəldilir və nəticədə 60 illik boşluq yaranır. Gələcəyi proqnozlaşdıraraq təhsil proqramlarını indidən uyğunlaşdırmaq isə vacib məsələlərdəndir. Bəyim Mahir qızı Toğrul Quluzadə, Elşən Rzayev, İTV Xəbər.